Maşallah olsun. Mirov dağının mənzərəsinə baxın. Bir vaxt vardı, bu Mirov dağına biz həsrətlə baxırdıq. İndi Azərbaycan dövlətinin qüdrəti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin siyasəti, ordumuzun qüdrəti şəhidlərimizin qanı hesabına, döyüşçülərimizin, qazilərimizin şücaəti hesabına, Azərbaycan xalqının birliyi hesabına artıq bu Mirov dağı da azaddır. Əziz izləyicilərimiz, görün biz Mirov dağına hardan nəzarət edirik. Baxın, xeyriyyətçilərimizin alıb mənə hədiyyə verdiyi S24 Ultra ilə Mirov dağını seyr elədik. Buradan qədim Ləmbaran kəndindən, xeyriyyətçilər və alimlər yurdundan, günü-gündən abadlaşan, gələcəyin qəsəbəsi olan Ləmbaran kəndindən hər birinizi uca olan Allahın adıyla salamlayıram və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə və 7 ilin girişi münasibətilə hər birinizi salamlayıram. Bugün 29 dekabr 2025-ci ildir. Günü-gündən abadlaşan Ləmbaran kəndindəyik. Səhlənən, doğma yurt Ləmbaran kəndindən. Burada hal-hazırda kəndimizin ən giriş istiqamətində olan bu kolluq-çosuq ərazini ki biz xeyriyyət cəmiyyətimiz tərəfindən təmizləyib abad şəkilə salmışdıq. Dəstək olan qardaşlarımızın, analarımızın dəstəyi sayəsində, xeyriyyətçilərimizin dəstəyi sayəsində. İndi bu materialların hamısını da Ləmbaran kənd xeyriyyət cəmiyyətindən göndərilmiş materiallardır, torbalardır, qumdur, şeybeldir, demək sementdir və prof masterlərdir. Mən buradan istəyərdim ki, səhər-səhər günümüzün gözəl bir günündə aksiyamız getdiyi bir yerdən mən əvvəla Ləmbaran kənd xeyriyyət cəmiyyətində olan bütün qardaşlarımızı salamlamaq istəyirəm. Mən Qarabağ İdman Təşkilatının rəhbəri, eyni zamanda baxdığınız BMT internet televiziyasının direktoru, təsisçisi Baxşeyiş müəllim olaraq və eyni zamanda Ləmbaran kəndində hər iki cəmiyyətin bu işlərinin aparıcısı kimi, bütün işlərin təşkilatçısı kimi istərdim ki, Ləmbaran kənd xeyriyyət cəmiyyətində olan başda həmin qrupun ağsaqqalı Talih əmi olmaqla, Məhərrəm qardaşımız olmaqla, Sahil qardaşımız olmaqla, Vüqar Süleymanov qardaşımız olmaqla, Vaqif qardaşımız olmaqla, İntizam əmi, Məhəmməd əmi olmaqla, orada olan bütün ağsaqqalları, bütün böyükləri, bütün qardaşlarımızı, hər birisini salamlayıram. İndi mən bu adları ona görə çəkdim ki, o həmin Ləmbaran kənd xeyriyyət cəmiyyətində idarəçi sistemi bu qardaşlarımızın üzərindədir. Gecə-günü çağırış edirlər, dəstək toplayırlar. Onların da timsalında orada nə qədər iştirak edən, gözəl qəlbli, gözəl ürəkli, elimizə, obamıza, vətənimizə dəstək olan bütün qardaşlarımızı biri-birindən ayırmayaraq həmin adı çəkdiyim insanların timsalında hər birisini salamlayıram. Və Ləmbaran kəndimizə etdiyi dəstəklərə görə, operator zəhmət olmasa buradan çək qardaşlarımız görsün. Və Ləmbaran kəndimizə görülən işlərə verdikləri yüksək səviyyədə dəstəyə görə həm maddi, həm mənəvi, həm hüquqi, həm dua cəhətdən, həm ehsan cəhətdən onların hər birisinə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ləmbaran kənd xeyriyyət cəmiyyəti ilə də bərabər bizim televiziyamızın nəzdində fəaliyyət göstərən Ləmbaran kəndinin xeyriyyətçiləri və Ləmbaran kəndinin abadlığı adlı Ləmbaran kənd xeyriyyət cəmiyyətimizdə də fəaliyyət göstərən bizim xeyriyyət cəmiyyətimizin təsisçisi, qurucusu, dəyərli ağsaqqal, Respublika əhəmiyyətli xeyriyyətçimiz Mədət Abdullayev və Ləmbaran kənd Cümə məscidinin imamı Hacı Əkrəm əfəndi, eləcə də Ləmbaran kənd bələdiyyəsi Qaraş müəllim, icra nümayəndəmiz Yusuf müəllim, kanalımızın maliyyə şöbəsinin sədri Zahid əmi Abbasov, dəyərli ağsaqqal əmimiz Kərəm əmi, gözəl ağsaqqal, gözəl insan, xeyriyyətçi Əmirxan əmi, xeyriyyətçi Ələkbər əmi, xeyriyyətçi Fərhad əmi, xeyriyyətçi Həbib əmi, xeyrxalq insan, xeyriyyətçi Qalib əmi, xeyriyyətçi gözəl ağsaqqal Mamit müəllim, xeyriyyətçi Nicat qardaşımız, xeyrxalq insan gözəl ağsaqqal Kərim əmi, xeyriyyətçi Məhəmməd Adgözəlov qardaşımız, xeyriyyətçi əmmimiz Balay əmi, xeyrxalq ağsaqqal İskəndər əmi və oğlu Bəhruz qardaşımız, xeyriyyətçi Salih əmi, xeyriyyətçi Namət əmi, gözəl insan xeyriyyətçi Xalid əmi, dəyərli ağsaqqal xeyriyyətçi Ellər əmi, dəyərli insan xeyriyyətçi Afiq qardaşımız, Şotlu qardaşımız, xeyriyyətçi gözəl insan Əfqan əmi, xeyriyyətçi gözəl ağsaqqal Rafail əmi, dəyərli insan xeyriyyətçi Vidadi əmi,
Değerli kardeşimiz, xeyriyyətçi Nazım kardeşimiz, güzel insan, etibarlı kardeşimiz, Cümşüd kardeşimiz, değerli insan xeyriyyətçi əmimiz Baxış əmi, xeyriyyətçi güzel insan Məhəmməd əmi, değerli əmilərimizdən olan güzel insan xeyriyyətçi Mehreddin əmi, güzel ağsaqqal xeyriyyətçi Fariz əfəndi, xeyriyyətçi Cabir əmi, xeyriyyətçi polis əməkdaşı Məhəmməd müəllim, güzel insan xeyriyyətçi Vahid əmi, değerli ağsaqqal güzel insan Hacı əmi, əzizimiz, değerlimiz Rasim müəllim, değerli insan ziyalımız Pərvin müəllim, güzel insan xeyirxah insanda Barad əmi, Niyazi əmi, ziyalı değerli ağsaqqal əmmimiz Rövşən Ləmbaranski, değerli əmmimiz Çoban dayı, güzel insan xeyriyyətçi Valih kardeşimiz, xeyriyyətçi ziyalımız Vüsal müəllim, değerli xeyriyyətçimiz güzel insan Ebrus müəllim Abbasov, değerli kardeşimiz Şamxa müəllim, değerli ağsaqqal əmmimiz xeyriyyətçi Yusuf müəllim, güzel insan değerli ağsaqqal Qulu əmi, güzel insan değerli əmilərimizdən olan xeyriyyətçi Yusuf əmi, güzel insan xeyriyyətçimiz Cəfər Qulu əmi, değerli əmirlərimizdən olan xeyriyyətçi Rıza əmi, xeyirxah değerli ağsaqqal Nizami əmi, fəxrimiz Azərbaycan şöhrətli Kanal 21 televiziyasının direktoru Fərhad müəllim, xeyriyyətçi qardaşlarım Rahid və Rizvan qardaşlarımız, xeyirxah Hümmət əmi, xeyriyyətçi Kamil əmi, xeyriyyətçi qardaşlarımız Vüsal və Sərhad qardaşları, değerli qardaşlarımdan olan Ramil, Cəbi, Fərid qardaşlarımız, değerli xeyriyyətçi qardaşımız Etibar qardaşım, xeyirxah değerli insan Gülməmməd qardaşımız, xeyirxah insan, güzel insan Rəşad qardaşım, değerli xeyirxah qardaşımız Asiman, güzel insan xeyriyyətçi Miriş qardaşımız, kəndimizin xeyirxah insanlarından olan Şahin əmi, xeyirxah insan İlqar əmi, değerlimiz xeyirxah insan İntiqam əmi, kəndimizin xeyirxah oğlu Ruslan qardaşımız, Ləmbaran kəndimizin xeyirxah oğlu Rövşən qardaşımız, Ləmbaran kəndimizin xeyirxah oğlu Mənsur qardaşımız, değerli kardeşimiz xeyirxah insan Şəhliyar qardaşımız, güzel insan xeyirxah Sənan qardaşımız, xeyriyyətçilər Mədət əminin evlatları Adil və Aqil qardaşları, xeyriyyətçi Fərhad əminin qardaşı Mədət əmi, xeyirxah insan değerli kardeşimiz Məhəbbət müəllim, xeyriyyətçi ağsaqqal əmmimiz İlham müəllim, xeyriyyətçi güzel insan Ağa müəllim, xeyirxah değerli insan Qiyas qardaşımız, Bərdənin Qazaxlar kəndindən olan xeyriyyətçi Camaləddin qardaşımız, değerli insan xeyirxah qohumumuz Elşən qardaşım, xeyriyyətçi ağsaqqal əmmimiz Alı müəllim, değerli kardeşimiz xeyirxah Səhman qardaşımız, xeyirxah insan Alı qardaşımız, xeyriyyətçi Əmirxan əminin oğlu xeyirxah Təbriz qardaşımız, değerli insan etibarı qohumum Kərbəlayı Səxavət qardaşım və xeyriyyətçi sinif yoldaşım Şərif qardaşımız, daimi aksiyalarımıza dəstək olan dünyadan köçən xeyriyyətçi əmlərimizi də unutmadıq. Allah Arzu əmiyə, Etibar əmiyə, Kazıb əmiyə, İrşad babaya və Sultanəli babaya, eləcə də bütün dünyadan köçənlərimizə rəhmət eləsin. Və bütün yaxşılar, aksiyalarımıza dəstək verənlərimiz içində olmaqla, başqa olmaqla bütün elimizə, obamıza dəstək verən qardaşlarımı, şəhid analarına, şəhid atalarına, qardaşlarımızı dəstək verən ürəyi, əməli gözəl insanlarımızın hər birisini salamlayıram. Kərəmli olan Allah hər birimizə yar olsun, sizləri var eləsin. Bax, mənim neçə əlim var. Var mənim sol əlim, var sağ əlim. Var mənim iki gözüm, sol gözüm, sağ gözüm. Bədənimdə iki orqanım var. Biri qaraciyarımdır, biri ağciyarımdır. İki bövrəyimiz var. Bədənimlərimi saxlayan iki ayaqlarım var, bax. Bunlar olduğu kimi bizim xeyriyyət cəmiyyətlərimizdə bu əhəmiyyəti daşıyır. Biri sol qolumdur, biri sağ qolumdur. Biri Bakı şəhərində yerləşir, biri Ləmbaran kəndində yerləşir. Biri Ləmbaran kənd xeyriyyət cəmiyyətidir. Bizim kanalımız olan beynəlxalq xeyriyyət cəmiyyətimizdir. Bunların hər ikisi əl-ələ verib, bax, güc birlikdədir. Əl-ələ verib ana yurdumuzu abadlaşdırmaqla məşğuldurlar. Gecə-gündüz barmaqlarının əzə-əzə ev belində işləyib, fəhlələr bir tərəfindən, işçi kollektivi bir tərəfindən, iş adamları bir tərəfindən hər birisi zəhmət çəkib. Bax, kənddə olan insanlar içində daxil olmaqla zəhmət çəkib, vəsait göndəriblər.
Mən də burada kollektivimlə bərabər işləri burada mükəmməl səviyyədə aparıb ortaya gözəl bir nəticə qoymuşuq. Bax, Turab qardaşımız, Elgün qardaşımız burada olmaqla mənim yanımda çalışan gözəl ürəkli qardaşlarımız, işçi kollektivimiz burada zəhmət qoyur, zəhmət sərf eləyir. Elimizin, obamızın abadlığında yüksək səviyyədə dəstək veriblər. Mən bir neçə nəfər insanların adlarını nümunə olaraq çəkdim. Mən burada dayanmadan az çəksəm, baxın görün. 400'e yaxın bizim xeyriyyə cəmiyyətimizdə şəxslər var. 400-dən yuxarıda Ləmbəran kənd xeyriyyə cəmiyyətində şəxslər var. Gərək mən burada dayanmadan 800 nəfərin adını çəkim. Hər iki qrupda idarəçi sistem idarəçilərin adlarını çəkdim və onların da timsalında bütün dəstək verən qardaşlarımızı, analarımızın hamısına salamladım. Aksiyaya gedən yerdən hər birisinə təşəkkürüm bildirdim ki, biz xeyriyyə cəmiyyəti olaraq kəndimizin bütün koykos, xoşa gəlməz maneələrin aradan götürülməsində yüksək səviyyədə dəstək verdik. 7000-dən yuxarı vəsait xərcladıq. Ləmbəran kənd xeyriyyə cəmiyyətindən də bax, Niyazi əminin materialları içindən çıxmaqla onun üçün Niyazi əmin üzülür. Nurlan gelin ki, Bilal əmin gelin ki, Turab qardaşımız gelin ki, burada gördüğümüz bütün materialların hamısı da Ləmbəran kənd xeyriyyə cəmiyyətindən gəlmişdi. Mən bir daha vurğulayıram, Baxşeş müəllim olaraq kənddə bütün bu işlərin hamısının aparıcısı kimi, təşkilatçısı kimi hər iki xeyriyyə cəmiyyətində fəaliyyət göstərən, ürəyi, qəlbi vətənimizlə döyünən, üzləri nur kimi işıq saçan, əməlləri gözəl olan, gözəl şəxsiyyətlər olan, gözəl insanlar olan, kəndimizin bütün xeyriyyəçilərini, bütün əmək sərf edənlərini, hətta kəndin özündən də, bax görürsünüz, gələn dəstək verir, yas yerindən çıxan dəstək verir, toydan gələn dəstək verir, at belindən düşən, maşından düşən, restorandan gələn, yasdan gələn, məktəbdən gələn, bütün insanlar kəndimizdə gələn bu işlərin hamısına dəstək verib, elimizin, obamızın abadlığında dəstək veriblər. Allah sizləri qorusun. Hal-hazırda üzr istəyirəm, oğlum Tahir də kamera arxasındadır, kameranı çəkir, çünki 6 yaşından mənim yanımda bütün abadlıqda iştirak edib, elimizin, obamızın abadlığında iştirak ediblər. Allah sizləri var eləsin, kənd rəhbərləri başda olmaqla Yusuf müəllim, Qaraş müəllim, məktəb direktorumuz, Pərvin müəllim, eləcə də bütün məktəb kollektivi, bütün xeyriyyətçilərimiz içində olmaqla hər birinizə təşəkkürüm bildirib, hər iki xeyriyyə cəmiyyətində olan bütün Ləmbəranlara təşəkkürümü bildirib, bayramlarını təbrik edirəm. Mirov dağı artıq Azərbaycanıdır. Allah sizi Mirov kimi həmişə uca, başınızı uca etsin, ömrümüz torpaq kimi bərəkətli olsun, həyatınız firavan olsun, su kimi paş olun, alov kimi qəlbiniz həmişə vətən üçün yanar olsun, yəni nə mənada, yaxşı mənada. Çünki gecəli, gündüzü qəlbiniz, ürəyiniz vətən üçün dönür, elimizin, obamızın abadlığında dəstək verirsiniz. Haydır Allah, haqqdır Allah, haqq olan Allah sizlərə yar olsun, qüdrətli dövlətimiz var olsun, Azərbaycanımız var olsun. Eşq olsun Ləmbəran və Ləmbəranlara. Əziz dostlar, əziz izləyicilərimiz, kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar siz Ləmbəranları və siz xeyriyyətçiləri görüb əhsən desinlər. Aksiyalarımız davam edir, dəstək verməyə davam edin.
29 dekabrda olan çəkilişimizin yekununu 30 dekabrda yekunlaşdırırıq. Çünki dünən durbaları basmışdı qardaşlarımız. Dünənlə bugün arasında lastiler hamısını vurup tutarıqdır. Baxın, Niyazəmin orada qalıb yarımçıq, Niyazəminin hasarı. Bura bu qaydada gedirlər. Allah xeyrini uğurlasın. Yaxına operator. Bu qaydada. İnşallah hələ 3-4-5 kamaz, 6 kamaz burada torpaq tökəcəyik ki, səviyyə orada alınsın. Allah xeyri versin, uğurlar olsun. Dəstək verənlərə təşəkkür edirəm. Əlimiz qolumuz var olsun, değerli qardaşlarımız. Turab, Bergün qardaşımız, minnətdarıq. Baxın, kişilərin əl işlərinə, tarih yazırlar. Kendimize, elimiz obamıza dəstək verən qardaşlarımız bizim üçün əzizdir. Allah sizi var eləsin, minnətdarım. Teşekkür ederim. Allah size can sağlığı versin. Her iki xeyriyyə cəmiyyətimizin burada böyük zəhməti var. Abadlıq işlerini bizim xeyriyyə cəmiyyəti gördü. Profnasterlerin materiallarında Ləmbərəkət xeyriyyə cəmiyyəti tərəfindən təşkil edildi. Körpülərimiz hazırdır. İnşallah gələcək hələ burada turbozatma olar. Çünkü buraları doldurandan sonra at çəkib yol kağaçları ki başa kimi. Bayramınız mübarək olsun. Burada bu qaydada istədiyimiz deməli ölçünü aldırmışıq. Sağ olsun Turab qardaşımız, Elgün qardaşımız. Arad ağacına qoyduq çöldə nümunə olaraq. Kəndə bir gözəllikdir. Süper, süper. Əli, gözəl. Allah sizdən razı olsun. Burada körpülərimiz də genişlənir. Xeyriyyətçilərimizin dəstəyi sayəsində. Kətdə yol boyu bütün ağaçlar hamısı əyəklənir. Şəhidlər abide kompleksi. Allah razı olsun kardeşlerimizden, Elgün kardeşimiz, Turab kardeşimiz ve əziyyəti olan, desteği olan, zəhmət olan herkese teşekkür edirik. Aksiyalarımız devam edip destek vermeye devam edin. Kanalımıza abone olun, şerh yazın, like edin ve paylaşın ki dünyanın her yerinde olan milyonlarla insanlar siz Ləmbəranları görüp alkışlasınlar ve əhsən desinler. Allah size yar olsun. 29'u ve 30'u dekabr 2025. yıl Bərdənov Ləmbəran kəndi. Baxşeş müəllim kanalında bugünkü çəkilişləri sizlere təqdim etdim. Allah Abbasov Elbrus qardaşımızın canı sağ olasın. Bak, gör nə qədər gözəlləşdirib buranı. Yağın kəndə 4 gün tərəfə yağın. Hakiki yemin inşallah. Allah canı sağ olasın. Allah atasına rəhmət eləsin. Sağ ol Elbrus. Allah canına sağ olasın. Ömrün uzun eləsin. Amin. Allah senden razı olsun. Amin. Bütün kent əhalisi adından Elbrus müəllimə təşəkkür edirik. Karşıdan gələn bayramını da təbrik edirəm. Sana uzun ömür can sağlığı arzulayıram qardaş. Ləmbəranda gedən aksiyalara, ekologiyamıza, dövlətimizə, vətənimizə dəstək olaraq 1000 ədəd yol sağladık. Görsünüz nə gözəllikdir. Allah canı sağ olasın. Allah ömrünü uzun eləsin. Salam axşamın xeyir olsun. Ləmbəran Kənd Xeyriyyə Cəmiyyəti. Bax görülən Xeyriyyə Cəmiyyətimizin işi bax budur. Hamısı göz qabağındadır. Əziz kətlilərim, elim, obam. Bak oranı çəkmədim bir dənə. Bak belə çol içindeydi yollarımız. Oradan sahibkenin evinin yanında qarğı yola sallanmışdı. Maşın keçəndə böyrədir. Bəziləri deyir ki, bəzi yoldaşlar deyir ki, nəyə lazım yoluna bax. Elə mədəniyyət yoldan götürülür. Bəli, yolun təmizliyindən götürülür mədəniyyət. Burada nə pislik var ki, təmizlikdir, olunub, Allah canını sağ olasın. Bunu tək bir Baxşeş müəllim eləməyib, ya Zahid eləməyib. Pul yığılıb cəmiyyətin adından olunubdur. Bəli. Ağaçlar ağardılıbdır. Bunu nəyi pisdir? Gözəllik yaranır. Gözəllik yaranır. Kəndə də gələn mədəniyyət birinci kətdən görür. Görürlər kətdə belə bir mədəniyyət gedir. Görürlər ki, yəni gözəllik var. Ləmbəran hamısı kəndimizin oğlanlarının işləridir. Kimlər bura dəstək olub Allah qazancına bərəkət versin. Xeyriyyətçilərimiz Kimlər də dəstək olmayıb ki, dəstək olsun, dəstəyin əsirgəməsin. Bəziləri də gedib boş-boş danışmasın. Vallahi görürlər isə göz qabağın. Görürlər istəyən gül ilə gələr. Bəli.
Ləmbəran xeyriyyətçiləri həm əs-samirətli ailələrə, həm evi yanmış insanlara, həm xəstələrimizə, həm kənd abadlığına ümumi Ləmbəran adlı vətənimizə ən yüksək səviyyədə dəstək verirlər. Hər mövzuda dəstək verirlər. Buradan baxırsan, bax, sahibin evi görürsün, pavilyon görürsün, buradan baxanda görünmür. Bir cənnət məkan, bir gözəllik. Allah sənin də canını sağlasın, ay baxış etməm, atanı rəhmət eləsin, anana can sağlayır. Allah, vallahi yedirsən, işləyirsən, əziyyət çəkirsən. Beş təmənnən bu kəndimiz 2 aydır, kəndimizin işləyirsən. 2 cəmiyyət hərəsi 550 manat verəndə sənə, bu 1100 manat, 2 cəmiyyətin hərəsinin 550 manatdan sən hər ay qabağa çalır. Demək, 1100 manat oranı qabağa çalınca 1100 manat buranı. Bu bayramda da sən... Zahid əmi, Zahid əminin sözünü üstən mən söz demirəm. Hər iki xeyriyyət cəmiyyətimizdə mən ayda 550 manat vəsaitdə balansda pul saxlayıram. Dəstək vermiş olaram. Mən Baxşeyiş müəllim olaraq və hər iki xeyriyyət cəmiyyətinin işini burada aparıcısı kimi. Zahid əmi, təşəkkür edirəm. Allah sizi var eləsin. Kanalımıza da abunə olun, şərh yazın, like edin və paylaşın. Aksiyalarımız davam edir. Dəstək verməyə davam edin. Eşq olsun sizlərə. Gördüyümüz işlər, nəticə. Görülən işlərin nəticəsi, görülən işlərdə gülüy gəlir. Bəli, maşallah olsun. Biri deyir ki, Nurlanın evindən nə eləmişsiniz? Bəli, Nurlanın evinə yığdı, falan foş olsun. Daş aldı, kum aldı. Deyirlər, o ofisi cəmiyyət evi siz eləməmiş. Daş da almışıq ora, kum da almışıq. Oranı köynə yanan evində daşçıyıb hamısını getirib yolun qırağına töymüş. Bəli, bəli. Böyük əziyyətlər çəkmiş. Daşın deyə vermiş. Niyə deyirlər, bəzi bilməyənlər... Ara seçkilik eləyənlərə buradan çağrışırlar ki, kəndlərimizin arasında, cəmiyyətlər arasında, el arasında ara seçki salmayın. Özünüz də bu videodan şahidsiniz ki, mən hər iki xeyriyyət cəmiyyətdə görülən işləri çəkib kanalımda sizə paylaşdım. Yüksək səviyyədə hər iki xeyriyyət cəmiyyətinin zəhmətini, əziyyətini və orada iştirak edən bütün xeyriyyətçilərimizin zəhmətini ortaya qoydum. Allah sizlərə var eləsin, dəstək verməyə davam edin. Eşq olsun sizə. Oğlum, hamınızı salamlayıram, bağrıma basıram. Sizə bax, mənim bu balaca adı, özü balaca adı geçə canım qurban olsun. Allah sizə var eləsin, öpürəm sizi, minnətdarım sizə. Var olun, əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.